Bu yolu gedənlər yaxşı bilir. Üzü Şuşaya gedənlər, ziyarətə Şuşadan başlayanlar. Onları İsa bulağında şəhidlərin şəkli əks olunan fincanlar qarşılayır. Sanki gələnləri qarşılayıb, ruhunuzu burada təmizləyib, elə ayaq basın deyirlər Şuşaya. Biz yenə buradayıq, o dür torpağın keşiyində. İstirahətə gəlmişik. Elə bu Şuşa bulağına yenəndə bu şəhidlərin o kruşkalarını gördüm. Bir anlığa o vaxtlar yadıma düşdü. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı. Prezidentimizə uzun ömür versin ki, bu torpağı aldıq biz. İndi bu torpaqları keçmiş döyüşçülər də ziyarət eləyir. Bir çoxu bu şəkil olan oğulların döyüş yoldaşlarıdır. Xatirələr canlanır simalarda. Ruslan, Dağbəyi, Məhəbbət, eləcə də adını bilmədiyimiz neçə-neçə qəhrəman. Hərəsi bir evin işığı, hərəsi bir ananın ciyərparəsi idi. Deyilənə görə bu fincanları ilk vaxtlar şəhid anaları gətirib bulaq başına əmanət eləyib. Sonradan da gələn cəmaatın ürəyi razı olmayıb, qırılan, itən fincanların azalmağına. Hər gələn bu fincanların yanına birini də artırıb. O bizi nəyəsə, nətər deyim, o həyəcanlandıran, nə bilim, bizə təsir eləyən tək bu çaşkalar deyil, hər məhlədə, hər küçədə şəkilləri, yəni onların qanı canı bağışına gəlib bu yerləri çıxmışıq 34 ildən sonra. Mən buradan öz vətənimdən, torpağından 27 yaşında çıxmışam. Şimdi 65 yaşında da gəlib öz torpağıma çatmışam. Yəqin bu sual hamımıza verilib. Hardan başlanır vətən deyə? Bax, belə məqamları görəndə içindən bu suala incə bir cavab keçir. Vəfadan, sədaqətdən başlanır vətən torpağı. Bəzən bir bulaq başındakı fincandan, bəzən yol kənarındakı o şəkildən ya da şəklə dönən həmin əsgərin Qarabağda ucaltdığı bayraqdan. Biz gördüyümüzü görmüşdük, ya çox cavanlar görməmişdik, görsünlər ki, bizim necə torpaqlarımız var. Torpaqların hər qarşında şəhidlərimizin izi var. İzi var, bəli. Mən öz musiqimlə bütün bu Qarabağ alınan bölgələrdə gedirəm, otururam. Öz üstün alətimlə ifa eləyirəm ki, bu səs 30 neçə ildir erməni musiqiləri səslənir. Burada qoy bizim milli Azərbaycan musiqimiz, ağaçlarımız da istəyir. Şəhidlərimizin ruhu şad olsun. Onların qanı var burada. Onların ruhuna çatsın ki, biz buradayıq. Nigar Polad, Şamxal Cəliloğlu, Şəhla Poladova, Xəzər xəbər.